Salam, hər vaxtınız xeyir olsun. Kanalımın dəyərli izləyiciləri, mən Aytac müəllimə yenə sizin qarşınızdayım öz izahımla. Bugün sizlərlə Samir Dadaşov və Abdullah Abdullayevin birlikdə müəllifi olduğu Koroğlu dastanına aid olan sınağın izahına baxacağıq. Müəlliflərə sınağa görə öz təşəkkürümü bildirirəm. Birinci sualımız Düratın itməyi qolu ilə bağlı olan sualdır. Qeyd edim ki, müəllimlərin işə qəbulu 2025-2026-cı illər çərçivəsində Düratın itməyi qolu çərçivə sənədindən çıxarılmışdır. Onun əvəzinə 6-cı sinif yeni dərslikdə olan mövzuların bir neçəsi daxil edilmişdir. Amma bu mövzular hələ də başqa imtahanların predmeti ola bildiyi üçün bu testlərin də izahını vacib hesab edirəm. Digər testlər isə artıq bütün imtahan çərçivələrini əhatə edən testlərdir. Birinci sualın izahı. Düratın itməyi qolu əsasında obrazlarla bağlı uyğunluğu müəyyən edin. Koroğlu, Qaraxan və Dəli Həsən özünü ilxıçı kimi təqdim edir. Özünü ilxıçı kimi təqdim edən burada təbii ki, Koroğlu idi. Deməli, burada 1A uyğunlaşmasını edəcəyik. 1A. Çalışın ki, imtahanda da çıxdaş etməklə, variantlarla işləməyə üstünlük verəsiniz. Çünki vaxta qənaət etmiş olarsınız. Bir də A qeyd edəndə biz Y variantını cavablardan çıxa bilərik. Sonra Koroğlunun ilxısını gətirib, Koroğlunun ilxısını Düratın itməyi qolunda heç kim gətirməmişdi. İlxı özü gəlmişdi Qaraxanın qoruğuna. B variantı, B-də yazılan fikir, göstərilən obrazların heç birinə aid deyil. Deməli, B-ni variantlardan rahatlıqla çıxa bilərik. Qaldı B və D variantları. Dəlilərlə bərabər Ballıcaya gedir. Bu da Koroğluya aid olan cəhətdir. A-C. Təxmin edə bilərik ki, cavab D variantı ola bilər, amma biz yoxlamalıyıq hələ də. Özünü İran şahının qohumu kimi qələmə verən Qaraxan idi. D-ni yazırıq Qaraxanın qarşısına. D variantına da uyğun gəlir, B-yə də uyğun gələ bilər. Sonra özünü, bunu qeyd elədik, Koroğlu xəbər gətirəni ona tapşırır, bəli, Dəli Həsənə tapşırmış olur və Dəli Həsən Ballıcaya gedən dəlilər arasında yox idi. Bunu biz əminliklə deyə bilərik. Cavabımız olacaq D variantı. Düratın itməyi qolu əsasında düzgün ardıcıllığı qurun. Qaraxanın Mehdərinin Çənlibelə xəbər gətirməsi. Qaraxanın Mehdəri, bəli, Çənlibelə xəbər gətirir və bunu tutaq ki, burada qeyd eləyək. Koroğlunun özünü ilxıçı qiyafəsində Qaraxana təqdim etməsi, bu ifadə də doğruydu və bu, Mehdərin Çənlibelə xəbər gətirməsindən sonra baş verir. Bunu da birdən sonraya qeyd edə bilərik. İlxıçının ilxı itməsi barədə gətirdiyi xəbərdən Koroğlunun qəzəblənməsi. Bu ifadəni biz, bu fikri yanlış götürəcəyik, çünki bizdə düzgün fikirlərin ardıcıllığını istəyir. Kiçik kənara çıxma edim. Bu testin quruluşunu ümumiyyətlə yadda saxlayın, çünki bir neçə dəfə müəllimlərin işə qəbulu imtahanında belə quruluşda test təqdim edilmişdir. Həmin test, səhv etmirəmsə, gələcək gün əsəri ilə bağlı idi. 3 yanlışdır. Yəni 3 bizim ardıcıllığımızda ümumiyyətlə olmamalıdır. Belə qeyd elədik. Sonra Qaraxanın ilxıçının Koroğlu olmasına şübhələnməsi, bu da yanlış fikirdir. Qaraxanın yanındakı insan şübhələnmişdi. Deməli, 4 də yanlışdır. 5-ə baxırıq, Koroğlunun Düratı ilxiyə qatdırması bu lap əvvəldə baş verən hadisədir. Deməli, 5, 1, 2 olmalıdır. Üçüncü sual. Düratın itməyi qolu əsasında səbəb-nəticə əlaqəsi baxımından uyğunluğu müəyyən edin. Düratın nadincliyi tutur və nəticədə nə baş vermiş olur? Gəlin diqqət yetirək variantlara, digər nəticə hissəsinə. Yaz ayları gəlmişdi. Təbii ki, bu bunun nəticəsi ola bilməz. Dəli Mehdər atlanıb ilxını axtarmağa getdi. Bu da nəticə deyildi. İlxı Qaraxanın qoruğuna girdi. Bəli, bu nəticə ola bilər. 1C olanda 2 variantımızı dərhal çıxırıq. İkinci fikir, Koroğlu Düratında itdiyini eşitdi, onda daha çox qəzəblənir artıq. Deməli, bunun nəticəsi nə ola bilər? Dəli Mehdər atlanıb ilxını axtarmağa getdi, bəli, bunu götürmək olar. Onda Y variantında çıxmış olarıq. Qaraxanın Mehdərinin Çənlibelə xəbər gətirməsi. Gəlin diqqət yetirək. Deməli, fikri uyğun deyil. A variantını buna görə çıxa bilərik. Sonra digərinə baxaq. Koroğlunun dəstəsi Ballıcaya yola düşür. Bəli, o xəbər gətiriləndən sonra deməli, Koroğlunun dəstəsi Ballıcaya yola düşmüş olur. D-də yazılan fikrimizi 3-ə qeyd eləyə bilərik burada. Və Y, Qaraxan cəhənnəmə vasil oldu. Cəhənnəmə vasil olmağı doğru fikirdir, amma səbəbdə göstərilən fikirlərin nəticəsi olaraq verilə bilməz. Cavabımız olacaq C variantı. Düratın itməyi qolu əsərinin dastan olduğunu göstərən əlamətləri seçin. Epik təhkiyə ilə lirik təqdimatın vəhdətdə verilməsi, bəli, bu dastanın xüsusiyyətlərindən biridir. Həcm genişliyi və tarixli dastanın, yəni seçilmiş hansısa xüsusiyyəti deyil.
Yəni bu başqa hansısa janrlarda da özünü göstərə bilər. Epik lirik əsər olması bəli, şifahi xalq ədəbiyyatında yadda saxlayan dastanlardır. Yazılı ədəbiyyatda isə poemalardır ki, epik lirik, yəni burada vəhdət öz əksini tapa bilər. Üçü də götürdük. Bədii təsvir ifadə vasitələrindən istifadə olunması ümumiyyətlə bir çox janrların, demək olar janrların hamısında öz əksini tapan məqamdır. Yəni bu dastanı fərqləndirən hansısa bir xüsusiyyət deyil. Nəzm və nəsrin sintezi bəli, bu da doğrudur. 1, 3 və 5-i qeyd edə bilərik. Cavabımız olacaq A variantı. İndi keçək digər testlərə. Həmzənin qıratı qaçırması qolu haqqındakı fikirlərdən doğru olmayanını seçin. İmtahanda da ümumiyyətlə doğru olan, doğru olmayan, səhvdir, düzdür, yanlışdır, yanlışın qabağında doğru verilib və yaxud da əksinə. Bu məqamlara xüsusi diqqət yetirin və onları dərhal işarələyin. Yəni daha rahat tapmaq üçün. Sonunda Hasan Paşa Koroğlu tərəfindən öldürülür. Həmzənin qıratı qaçırması qolunda bu baş vermir. Çünki Hasan Paşa nə edir? Qaçır, gizlənir, burca çıxmış olur və Koroğlu da sonunda səsləndirir ki, borclunun sağlığını istər. Yəni onu öldürə bilmir. Bir yanlışdır və doğru olmayanı tap dediyinə görə bizə lazım olan fikirdir. Biri götürdük. Biri götürəndə digər variantları çıxdıq artıq. Qolun müstəqil süjet xətti, özəl ideyaları var. Bəli, bu fikir doğrudur. Hasan Paşa Koroğlunu öldürməklə yüksək rəğbət və vəzifə qazanmaq istəyir. Bu ifadə də bəli doğrudur. Hətta Hasan Paşa o hissədə Alı kişinin gözlərini çıxartdırdığını da vurğulayır Xotkarın yəni qarşısında, dialoq əsnasında. Xotkar aciz vəziyyətə düşdüyünü paşalardan, sərkərdələrdən gizlədərək öz nüfuzunu qorumağa çalışırdı. Bu ifadə yanlışdır. Yadımıza salaq Həmzənin qıratı qaçırması qolunun əvvəlini. O qolun əvvəlində Xotkar İstanbulda məclis qurdurmuşdu və həmin məclisdə söyləyir ki, dünya üzünə Koroğlunun əlindən bizə zindəganlıq haram olub. Yəni bunu açıq-aşkar bildirmiş olur. Sonra deməli 4-ü də yanlış olaraq götürdük. Həmzə Koroğluya xəyanət etsə də xaraktericə ziddiyyətli obrazdır. Bəli, bu ifadə də doğrudur. Cavabımız oldu D variantı. Durna teli qolu əsasında obrazlarla bağlı uyğunluğu müəyyən edin. Xoca Əziz, bəli, Əhməd, Aslan Paşa. Durna teli gətirmək üçün Bağdada yola düşür. Bəli, Əhmədi misal göstərə bilərik, nümunəmiz ola bilər. 2A olmalıdır. 2A olanda, baxın, bizim neçə dənə artıq variantımız cavabdan çıxılmış oldu. İmtahanda variantlar üzərindən də gedə bilərsiniz, vaxt itkisinin qarşısını almaq üçün. Məsələn, A və Y-ni fərqləndirən hansı məqam var? C fikri. Gəlin elə birbaşa C-yə baxaq. Qıratı cövlana gətirəcək Mehdər axtarır. Qıratı cövlana gətirəcək Mehdərin axtarılması Hasan Paşaya aid olan xüsusiyyət idi. C-ni çıxanda elə cavabımız Y variantı qalacaq. Gəlin yoxlayaq. 1B. Xoca Əziz qırsaqqızla özünü Qıratın belinə bağlayır. Bəli, doğrudur və bu məqama da diqqət yetirin ki, Qıratın üstündə Xoca Əziz özünü yapışdıraraq Çənlibelə gələndə dəlilər orada atın səsini eşidərək gəlib, yəni tökülüşürlər ora. Xoca Əzizin olduğunu bilmirdilər. Sonradan aydınlaşdırmış olurlar ki, gələn Xoca Əzizdir. Qıratın səsinə yuxudan ayılıb mühasirədə olduğunu görən Bəlli Əhməddir. Deməli, D-ni də yazdıq Bəlli Əhmədin qarşısına. Koroğlunun dəlilərini zindana atdıran isə Aslan Paşa idi. Deməli, 3də Y olmalıdır. Cavab oldu Y variantı. Durna teli qolu üçün düzgün ardıcıllığı müəyyən edin. Gəlin baxaq. Bütün variantlarda deməli 5 fikrin 5-i də olduğuna görə deməli fikirlərimizin hamısı doğrudur və biz sadəcə düzgün ardıcıllığı axtarmalıyıq. Giziroğlu Mustafa bəyin Çənlibelə gəlişi, biri yazaq burada. Sonra Koroğlu ilə Giziroğlu Mustafa bəyin vuruşması, bu Çənlibelə gəlişdən əvvəl baş vermiş hadisədir. Bura qeyd edə bilərik. Ucu Haşa Şişbərin meydana düşməsi, bəli, bu meydana düşmə məsələsi əvvəldə baş vermiş hadisədir. Bura qeyd edək, çünki Şişbər düşür, Koroğlu artıq anlayır ki, Giziroğlu Mustafa bəy buradadır. Dəlilərlə Koroğlunun mərcləşməsi, bu Şişbərdən sonra baş verən məqamdır. Orada qeyd edir ki, Koroğlu, məndən qabaq Çənlibelə, yəni kim gəlib çatsa, qızıllardan onlara verəcəyəm. Deməli, 4-ü bura qeyd edə bilərik və sonra 5-ci, Giziroğlunun silahdaşları arasında inamsızlığın yaranması, bu isə onların vuruşmasından sonra baş verir və burada Giziroğlu özü idi ki, təklif edir ki, gəlin gedək, mənə inanmırsınızsa, Çənlibelə özümüz, yəni Koroğlunun elə özündən öyrənmiş olaq. Deməli, 5-i də bura qeyd elədik. 3, 4, 2, 5, 1. Cavabımız oldu B variantı. 8-ci sual. Müqayisə cədvəlindəki yanlış fikirləri müəyyən edin.
Koroğlu və Giziroğlu Mustafa bəy. Bastığını kəsməyən obrazdır. Bu hər ikisinə aid olan fikir olduğu üçün bir burada olmalıydı. Deməli, birin yeri yanlış verilmişdir və bizdən də yanlışları istəyir. Biri elə cavab olaraq belə göstərmək olar. Bir olmayan variantları cavabdan çıxdıq. Öz kimliyini gizlədərək paşaya aşıq, qocaya tacir olduğunu deyir. Bəli, bu Koroğluya aid olan fikirdir. 2 doğrudur. 2 doğru olanda biz Y variantında çıxmalıyıq. Çünki bizə lazımdır yanlış fikirlər. Kimin güclü olduğunu bilmək istəyirdi. Bəli, Giziroğlu Mustafa bəyə aid olan fikirdir. Bağdada Koroğlu ilə döyüşmək üçün gəlir. Bu yanlışdır. Sadəcə eşidir ki, Aslan Paşa hiylə ilə onun Koroğlunun 3 dəlisini tutmuşdur və onları xilas etmək üçün gəlir və inanmırdı ki, Giziroğlu Mustafa bəy Koroğlu öz dəlilərini özü xilas edə bilər. Fikirləşir ki, əgər xilas edə bilsə nə gözəl, amma xilas edə bilməsə o Koroğluya dəliləri xilas etmək üçün köməklik göstərəcək. Buna görə gəlmişdi və 4 deməli yanlış fikirdir. 4-ü də götürdük. Yanlış olaraq 4 cavab da olmalıdır. Zülmə, ədalətsizliyə qarşı mübarizə aparmaq hər ikisi üçün ortaq cəhətdir. Atası mənsəb sahibi tərəfindən öldürülür. Koroğlunun atası öldürülməmişdi, gözləri çıxartdırılmışdı. Deməli, Giziroğluya aiddir, Koroğluya isə yox. 1, 4, 6 yanlış fikirdir. Cavab oldu C variantı. 9. Durna teli qolu əsasında səbəb-nəticə əlaqəsi baxımından uyğunluğu müəyyən edin. Eyvaz zahirən Koroğluya oxşayırdı. Nəticədə nə baş verir? Qoruqçu gəlir, xəbər çatdırır Aslan Paşaya ki, yəni içlərində deyir bir nəfər çox oxşuyur, yəni Koroğluya. Elə Koroğlunun adını eşidəcək deyir, Aslan Paşa onların üstünə artıq yəni qoşun tökmüş olur. Deməli, Durna teli üçün gələnlər əsir düşürlər. Bu səbəbdən, yəni nəticədə bu baş vermiş olur. 1B olmalıdır. 1B olanda biz 3 dənə variantlardan çıxdıq. Sonra xanımlar Durna teli istədilər və nəticədə nə baş verir? Eyvaz, Dəmirçioğlu, Bəlli Əhməd Bağdada yola düşdülər. 2D olmalıdır. Hər iki variant uyğun gəlir. 3-cü məqama baxırıq. Xoca Əziz Bağdaddan xəbər gətirdi. Nigar xanımın alma yanaqları Səmərqənd kağızı kimi ağardı. Bəli, çünki dəlilərin tutulduğunu eşitdi. Və C-yə də baxaq. Koroğlu dəlilərlə birlikdə Ballıcaya yollandı. Ballıca səfəri Dürat qoluna aiddir. Deməli, C burada olmamalıdır. Yəni, Durna teli qoluna aid deyil. Durna teli qolu Bağdad səfəridir Koroğlunun. Düratın itməyi qolu Koroğlunun Ballıca səfəridir. Həmzənin Qıratı qaçırması qolu Koroğlunun Toqat səfəridir. Və sonda Bolu bəy ilə Koroğlunun rastlaşdığı qol isə həmin qolda adlanacaq Koroğlunun Ərzincana səfəri. Bu məqamlara diqqət yetirin. Cavabımız olacaq burada Y variantı. Durna teli qolu üçün düzgün ardıcıllığı tapın. Koroğlunun qocaya özünü tacir kimi tanıtması. Biri burada belə qeyd edirik. Sonra qoruqçu ilə Xoca Əzizin alış-veriş etməsi. Bu da əvvəldə baş verir. Yəni birdən əvvəldə baş verən məqamdır. Dəlilərin qocaya zəmidə kömək etməsi. Qocaya özünü tacir kimi təqdim edəndən sonra baş verən məqamdır. Bura qeyd edək. Və 4. Xoca Əzizin dəlilərin əsir düşdüyünü görməyi bu əvvəldə baş verir. Yəni ondan sonra Xoca Əziz qoruqçu ilə alış-veriş etmiş olur. 4, 2, 1, 3 olmalıdır. Cavab A. 11-ci sual. Həmzənin Qıratı qaçırması qolu əsasında obrazlarla bağlı uyğunluğu müəyyən edin. Həmzə, Hasan Paşa, Xotkar. Onun məclisindəkilərin əksəriyyəti namərdlik yolunu seçmiş olurlar. Aiddir Xotkara. Deməli 3A olmalıdır. 3A olmayan variantlarımızı çıxdıq. Qır saqqızla özünü Qıratın belinə bağlayan bu Xoca Əzizə aid olan fikirdir və B heç birinə deməli aid olmayacaqdır. A variantında belə çıxdıq. Cavab B qalacaq və yoxlamalıyıq. Eyni yerdə iki fərqli insanı aldada bilir. Bu da elə Həmzəyə aid olan fikirdir. Həmzə bu xüsusiyyətlərinə görə ziddiyyətli bir obraz kimi göstərilirdi. Həm Koroğluya yalan danışır, onu aldadır, namərdlik yolunu tutur. Həm də söz dəyirmandakıdır deyərək gəlir Koroğlunun ayağını üzəngiyə qoyur. Hasan Paşanın yurduna gələndə, Toqata gələndə. Deməli, C aid olacaq Həmzəyə. Sonra 3 fərqli şəxsin şərtini qəbul edir. Bu Hasan Paşadır. 3 fərqli şəxsin deməli şərtini qəbul edən kimlər idi? Bolu bəy idi, Həmzə idi və Xotkar idi. Deməli, ədəbiyyatımızda ziddiyyətli obrazlardan biridir. Bu da Həmzəyə aid olan fikirdir. Cavab olacaq B variantı. Həmzənin Qıratı qaçırması qolunda nöqtələrin yerinə kimin adı yazılmalıydı? Mərhaba, mən elə bilirdim bu işə axırda sən gedəcəksən. Bura yazılmalıdır Bolu bəy. Çünki Hasan Paşanın dilindən deyilən ifadədir. Hasan Paşa əvvəldən yəqin edir ki, bu işə elə getsə Bolu bəy gedəcəkdir. 13. Venn diaqramının hissələrinə uyğun gələn doğru fikirləri müəyyən edin. 1. Kitab-ı Dədə Qorqud dastanı, 2 də hər halda Koroğlu dastanı olmalıymış. Bura qeyd edək, 2 də Koroğlu dastanıdır.
Hər biri vahid süjet xəttinə malik 18 qoldan ibarətdir. Bu aid olacaq Koroğlu dastanına, yəni 2-yə bura qeyd eləyə bilərik. 2A olmalıdır. 2A olmayan variantlarımızı çıxdıq. Bunları çıxanda elə cavab Y variantı qalır, amma yoxlamalıyıq. Əsas qəhrəmanlar nüfuzlu şəxslərdir. Ortaq cəhət kimi yox. Biz bunu daha çox veririk Kitab-ı Dədə Qorqud dastanında olan məqam kimi. Çünki əsas qəhrəmanlar nüfuzlu şəxslər olmağı Kitab-ı Dədə Qorqud dastanına aid olan fikirdir. B-ni yazdıq bura. Mübaliğədən geniş istifadə hər ikisinə aid olan fikirdir. C olmalıdır, ortaq. Xanlara, bəylərə, paşalara qarşı xalqın müdafiəsi ön plandadır. Bu da aiddir təkcə Koroğlu dastanına. Dastanın əsas mövzusu qəhrəmanlıq, igidlik, düşmənə qarşı birgə mübarizədir. Bəli, bu da ortaq cəhətdir. 14. Həmzənin Qıratı qaçırması qolu əsasında düzgün ardıcılığı tamamlayın. Ağqayanın yanında Həmzənin Koroğlunu görüb tanıması. Həmzə Koroğlunu görüb tanımır, yəni uzaqdan gələndə tanımır. Sadəcə axı çox hiyləgərdir. Danışıq əsasında hiss edir ki, bu bazburutundan, görünüşündən Koroğlu ola bilər. Onu yəqin edir. Ona görə biz bunu yanlış götürəcəyik, yəni bir variantda olmayacaq. Sonra dəlilərin 3-cü dəfə Koroğluya etiraz etmələri. Bunu tutaq ki, bura qeyd eləyək. Yəni doğru fikirdir. Var belə bir məqam. Düratın baxımının Həmzəyə verilməsi 3-cü dəfə etirazdan əvvəl baş verən məqamdır. Donaq xanımın Kaloğlana şərt qoyması lap deməli son hissələrdə baş verən məqamdır bu, toyu olan məqamlardır. Hasan Paşanın Koroğlunu Qıratın yanına salması Dona ilə dialoqdan əvvəl baş verən məqamdır. Bunu da bura qeyd elədik. Sonra Həmzənin sözlərindən dəyirmançının qorxub qaçması ifadəsi yanlışdır. Dəyirmançı qaçmır, gizlənir. Altını çıxa bilirik variantlardan. Sonra Koroğlunun atlanıb Toqata yola düşməsi. Orada bir cümlə var. Pər piyada deyir yola düşdü. Ona görə bunu yanlış götürəcəyik. Yəni 7 də buna görə də yanlışdır. Belə olmalıdır ardıcıllıq 3, 2, 5, 4. Koroğlunun özünü təqdim etdiyi obraz barədə uyğunluğu müəyyən edin. Aşıq kimi gəlin baxaq kimlərə təqdim etmişdi. Aslan Paşaya təqdim edib və Hasan Paşaya təqdim etmişdi. Bir CD olmalıdır. Bir CD elə bir dənə variantda öz əslini tapıb digərlərinə də baxaq. Qoruqçu kimi Bolu bəyə təqdim etmişdi. Hətta Bolu bəy yəni onun qollarını bağlayıb çaya da salır, suya da salmış olur, döyürlər. Yenə də deyir ki, qoruqçuyam. Belə. Yəni fikrindən dönmür. 3-cü Mehdər, yəni atlara baxan şəxs idi bu da. Bu da Qaraxana özünü təqdim etdiyi məqamda səslənmiş olur. Cavab olacaq A variantı. 16. Həmzənin Qıratı qaçırması qolu əsasında səbəb-nəticə əlaqəsi baxımından uyğunluğu müəyyən edin. Səbəb. Koroğlunun Bağdada səfər etməsi. Koroğlu Bağdada nə vaxt səfər etmiş olur? Durnat ili qolunda. Və A variantı, A-da, B-də yazılan fikirlər aiddir Həmzənin Qıratı qaçırdığı qola. Deməli, bir A və B heç bir zaman ola bilməz. Yəni, B və D variantlarını buna görə çıxdıq. Y variantını da buna görə çıxdıq. Y-ni yoxlayaq. Xotkar məclis qurdurur, Bağdada səfər edir. Xotkar məclis qurdurur. Xotkarın məclis qurdurmasını, bəli, qeyd edə bilərik. Yəni, nəticədə Xotkar məclis qurdurur. Çünki deyir ki, Bağdad səfərindən sonra Xotkarın məclisi qurulmuş olur. Yəni, bu ifadə var qolun əvvəlində. Bir Y olacaqdır. Sonra Hasan Paşa qoşuna başçılıq edənə qızlarından birini verəcəyini deyir və bu da uyğun gəlir C-yə. Hasan Paşanın bu sözündən sonra Bolu bəy şərabı içib ləli cibinə qoymazdan əvvəl Hasan Paşaya şərt qoyur. Bəli, burada da bir məqama diqqət yetirin ki, deməli şərabla dolu piyalələr gəlir və ləli içinə Hasan Paşanın özü atmış olur. Həmin o piyalələrə, badələrə. Ləli Hasan Paşa özü atmış olur. Yəni əvvəldən atılmır. Sonra 3-cü, Koroğlu diqqətsizlik edir və Həmzə Koroğlunun dəyirmanda aldadaraq Qıratı qaçırır. Bu doğru. Yəni, bununla bərabər paraleldə nəyi götürürük? Dəlilərlə arası dəyir. Bəli, dəlilərlə arası dəyir ifadəsini götürmək olar. Cavab olacaq C variantı. 1Y, 2C, 3AD. Keçirik 17-ci suala. Koroğlu ilə Bolu bəy qolu əsasında düzgün ardıcılığı müəyyən edin. Ağqayada üzdə gələn Koroğlu ilə Bolu bəyin bir-birini tanıması. Axı Koroğlunu tanımırlar. Bir yanlışdır. Baxın, bu variantlar artıq çıxdıq. Xoca Əzizin Çənlibelə xəbər gətirməsi, 2-ni burada qeyd edə, fikir doğrudur. Mehdər Murtuzu görən kimi Koroğlunu tanıması, bəli, bu ifadədə deməli xəbərdən əvvəl baş vermiş olur. Mehdər Murtuz tanıyır, sonra Xoca Əziz Çənlibelə xəbər gətirir. 4. Dəli Həsənin Bolu bəylə haqq hesab çəkmək üçün getməsi. Bu ifadə yanlışdır. Dəli Həsənin Bolu bəylə haqq hesabı bilirsiniz olmur. Çünki Dəli Həsəni nigar qoymur getməyə. Dəli Həsəndi Dəmirçioğlu qalırlar, keşi çəkirlər hərəsi bir tərəfdən Çənlibelə. İsabalını göndərmiş olurlar. İsabalı da əti kodlaşdırmasını etmişəm belə. Bu əraziləri getməli idi. Ərzincan, Toqat, İstanbul. Yadda saxlayın.
Deməli keçdik 4 də yanlışdır 5-ə. Koroğlunun quyuya salınması bu da sonra baş verir. 3, 2, 5 cavab oldu B variantı. Koroğlu eposundan verilmiş nümunəyə əsaslanaraq klasteri hansı fikirlə tamamlamaq mümkündür? Baxın, tamamlamaq mümkün olsun. Bəndinin aid olduğu qolda 80 min ilxiya, 80 min ata, bu Həmzənin qıratı qaçırdığı qoldandır. Aşıq Cunun Çənli belə xəbər gətirir. Aşıq Cunun Həmzə qolunda xəbər gətirmir. Bu xəbərin gətirilməsini biz görürük harda? Aşıq Cununun Çənli belə xəbər gətirməyi məsələsi Bolu bəy qoluna aid olan fikirdir. Deməli, bu ifadə yanlışdır. Klasterdə yanlış fikir olduğu üçün, tamamlamaq mümkündür dediyi üçün biz də yanlışları axtaracağıq, baxırıq. Güya Həmzəni Hasan Paşa göndərib ki, bütün dəyirmançılara xəbər versin. Fikir doğrudur. Həmzə qolunda öz əksini tapan məqamdır, amma klasterimizdə yanlış fikirlər öz əksini tapıb. Deməli, biri cavabdan çıxdıq. Bolu bəy namərdliklə Koroğlunu əsir alır. Bunu, bəli, yanlış olaraq göstərə bilərik. Çünki Bolu bəyin namərdliklə Koroğlunu əsir alması Bolu bəy ilə Koroğlu qolundadır. Bizim burada verilən nümunəmiz isə Həmzə qoluna aid olan nümunədir. Qısa deyirəm adlarını. Ümid edirəm ki, anlayırsınız. 2 yanlış oldu. Yəni klasterə uyğun gələ bilər. Aşpaza tapşırıq verilir ki, aparıb Koroğlunu yedirib içirtsin. Bu ifadə də doğrudur. Həmzə qolunda öz əksini tapan məqamdır. Koroğlu olduğunu boynuna almır. Bu ifadə yanlışdır, bəli. Çünki Bolu bəy qoluna aid olan məqamdır. Koroğlu Həmzədən qaladan çıxmağın yolunu soruşur. Həmzə 5 yol olduğunu söyləyir. Bu da Həmzənin qıratı qaçırdığı qolda öz əksini tapan məqamdır. Bir qasiddən xəbər aldım. 5-dir qalanın yolları. Cavab oldu 2 və 4. Verilmiş obrazları birləşdirən cəhət kimi verilə bilər. Qazan, Kitabədə də Qorqud, Koroğlu dastanı. Övladını əsirlikdən xilas edərkən ona heç kim kömək etmir. Qazan xanın köməkliyinə gələnlər var. Sərkərdə olmaqla yanaşı musiqi alətində ifa edə bilən Koroğlu idi. İştirak etdiyi heç bir döyüşdə məğlub olmamışdır. Yadınıza gəlirsə, Qazan xanı məsələn Təpəgözlə döyüşdə məğlub olduğunu görürük. Yuxu gördükləri məqama rast gəlmək olar. Bəli, Qazan xan qara qayğılı yuxu görür, amma Koroğlunun yuxusu daha xoş məramlı yuxuydu və həmin yuxuların hər ikisi çin çıxır. Yuxunun çin çıxmağı isə hər ikisi üçün ortaqdır. Dastan boyu bir neçə situasiyada kimliyini gizli saxlayır. Qazan xana aid olan fikir deyil. Cavab olacaq burada D variantı. Və sonuncu sual. Koroğlu ilə Bolu bəy qolu ilə bağlı uyğunsuzluğu müəyyən edin. Koroğlunun xilasını etmək üçün ilk Dəli Həsən getmək istəyir. Bəli, bu ifadəni biz doğru götürəcəyik, amma bizdən uyğunsuzluğu istəmişdi. Hadisələrin bir qismi Ərzincanda baş verir. Əlbəttə, bu doğrudur. Çənlibeldə Ərzincanda. Bəylərin Koroğluya qarşı birləşməsi şəxsi maraqlarına görədir. Bu ifadəni biz doğru götürəcəyik. Fikir doğrudur. Amma yanlışın altında verildiyi üçün uyğunsuzluqdur. Cavab elə C variantı olacaq. Bolu bəy bu qolda Hasan Paşadan Qəcar Alıb və Mehdər Murtuz istəyir. Həmzənin qıratı qaçırdığı qolunda istəmişdi və yanlışın altında yanlış uyğunluqdur. Bu qoldakı hadisələr Həmzənin qıratı qaçırması qolundan əvvəl baş verir, əksinə sonra baş vermiş olur. Nədən bilirik onu da? Çünki Bolu bəylə danışanda Həmzənin adı çəkilmiş olur orada. Belə, ümid edirəm ki, izah sizlər üçün faydalı oldu. Sonda qısaca qeyd etmək istəyirəm ki, mənim MİQ sertifikasiya üzrə dərslərimə, qruplarıma qoşulmaq istəyənlər göstərilən nömrə ilə əlaqə saxlaya bilər. Belə izahların daha çox olmasını istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.